Beləliklə, ölkə və dünyada baş verən ən son iqtisadiyyat xəbərlərinin təqdimatı ilə efirdə Ekonomistdir. Azərbaycanda 2020-ci və 2000 nağdsız hesablaşmaların inkişaf strategiyası hazırlanır. Mərkəzi Bankdan verilən məlumata əsasən, layihə çərçivəsində ölkədə internet vasitəsilə alınan və elektron şəkildə ödənilə bilən bəzi alqı-satqı növlərinin gömrük yığımlarından azad edilməsi, bütün kənd və qəsəbələrdə post terminalların quraşdırılması nəzərdə tutulub. Sənəd bu ilin sonuna kimi hökumətə təqdim olacaq. Gürcüstandan Azərbaycana ixrac 13% azalıb. Qonşu ölkənin Milli Statistika Xidmətinin bu ilin 6 ay üzrə hesabatında belə deyilir. Sənədə görə bu dövr ərzində Gürcüstan Azərbaycana 290 milyon dollarlıq məhsul satıb. Ümumi ixracın 51% avtomobil biznesinin payına düşüb. Xidmətin məlumatına əsasən 6 ay ərzində Gürcüstandan Azərbaycana 148 milyon dollar dəyərində 12 min minik maşını idxal edilib. Bu göstərici keçən ilin müvafiq dövrünə nisbətən 40% azdır. İncə xarici xəbərlərə nəzər yetirək, Stokholm Arbitraj Məhkəməsi Ukraynanın Naftogaz və Rusiyanın Gazprom şirkətlərinin bir-birinə qarşı iddialarına bir icraatda baxılacağı barədə qərar çıxarıb. Naftogazın başçısı Andrey Kaballevin sözlərinə görə bu addım prosesin sürətlənməsinə kömək edəcək. Hal-hazırda həkimlərin təyinatı prosedurası həyata keçirilir. Bundan sonra isə dinləmələrə başlanılacaq. Məhkəmə ilkin qərarını təxminən 2014-cü ilin qışına dək qəbul etməlidir. Hansı qərarın qəbul edilməsi isə bizim seçəcəyimiz taktikadan asılıdır. Bütün bunlara baxmayaraq, biz qarşı tərəfə 2009-2019-cu illərdə ərazimizdən keçən təbii qazın tranzitinin şərtləri və həcmi ilə bağlı müqavilələrə yenidən baxılması təklifi ilə müraciət etmişik. Argentina 21-ci əsrdə ikinci dəfə texniki default təhlükəsi ilə üz-üzə qalıb. Hökumət sabahdak kreditorlarla razılaşma əldə etməsə, default qaçılmaz olacaq. Argentinanın prezidenti Cristina Kirchner'in baş verənlərə reaksiyası isə olduqca sərtdir. 2001-ci ildə bizim ölkə dünyada ən böyük defaultla üzləşdi. Ölkənin 95 milyard dollarlıq dövlət borcunu ödəmək üçün kreditorlarla restrukturizasiya haqqında razılıq əldə olundu. Lakin son vaxtlar New York məhkəməsinin narazı investorlara 1,5 milyard dollar ödəniş verilməsi haqqında qərarı vəziyyəti mürəkkəbləşdirdi. Default o vaxt baş verir ki, ölkə borc öhdəliyini yerinə yetirmir. Argentina isə ödənişləri vaxtında yerinə yetirir. Təkcə ötən ay Bank of New York Mellona 540 milyon dollarlıq ödəniş həyata keçirilib. Dünya birjalarında maraqlı tendensiya qeydə alınıb, birlikdə nəzər yetirək. Qızılın qiyməti yüksəlməyə başlayıb. Bu saata onun bir unsiyası 1208 dollara satılır. Gümüşün qiymətində 0,6% artım var. Bu metal indi təqribən 21 dollara satılır. Platinin qiyməti 1481 dollara düşüb. Palladium bahalaşsa da mis və alüminium eniş ediblər. Dünyanın neft birjalarında da müsbət tendensiya nəzərə çarpır. Light nefti gün ərzində 0,12% bahalaşıb. Onun bir bareli 101 dollar 63 sentə satılır. Brent neftin qiyməti isə 107 dollar 88 sentdir. Bu isə 0,35% bahalaşma deməkdir. Fond birjalarında baş verən tendensiyaya nəzər yetirək. Amerikanın aparıcı qiymətli kağızlar bazarında mənfi dinamika qeydə alınıb. Avropa bazarlarında isə artım var. Almaniyanın DAX-ı 0,6%, Böyük Britaniyanın FTSE 100-ü 0,20% bahalaşıb. Yaponiya Nikkei 225 indeksi də bugün yaşıl zonadadır. Valyuta bazarlarına diqqət yetirək. Avro dollar 1,34-38'dir. Dollar yen 101,94, funt sterling dollar 1,69-70'e bərabərdir. Azərbaycan Mərkəzi Bankının sonuncu valyuta məzənələri. Dollar 78 qəpik yarım, avro 1 manat 6 qəpiyə yaxın, Rusiya rubli 2,3 qəpik, Türk lirəsi isə 37 qəpik yarımdır. Bugün olan sonuncu iqtisadi xəbərlərini təqdim etdik. Mehman söz yenidən sənindir. Çox sağ olasın.